С чего, от чего? Bir şeyin başlanğıcını, ilkini, nədən qaynaqlandığını qəsd etmək istədiyimizdə deyirik с чего. Misal üçün, с чего начнем? Nədən başlayaq? İlkin. Və ya с чего ты начал так разговаривать? Yəni sən ilkin nədən başladın danışmağa? Yəni fikrini ilk hansı məsələdən başladın yürütməyə? Və yaxud da с чего мы начнем рисовать? Biz ilk nədən başlayırıq rəsm etməyə? Yəni с чего bu mənanı verir. İndi isə gələk от чего. От чего, yəni səbəbini daha çox qəsd edir. Nədən başladığını yox, səbəbini. Misal üçün, от чего он заболел? O nə üçün, nədən xəstələndi? Yəni səbəb nə baş verdi ki, o xəstələndi? Hansı səbəbə xəstələndi? Və ya от чего ты начал так агрессивно со мной разговаривать? Sən nə səbəbə mənimlə bu cür aqressiv danışmağa başladın? С чего, от чего?